Bu net iyi. Dayanılacaq səviyyədə deyil. Tutmuşsan ağzıma mikrofonu bayaqdan. Sigaret kötükləri qabların içində. Gizlətmiyor, icazə yoxdur. Bilmirik mətbəxdə nə gizlədiblər, amma kartofu belə atıblar qaynamağa palçıqlı halda. Adi su deyil, qanlı sudur bu, çirkli sudur. Axı bu üstü toz, pas nə gündədir bu? Şadlıq evində bu vəziyyət olmalıdır. Kardeşim üzr istəyirəm, mayonezli bir şeyi şallı Mayonez deyil, bu pendirdir. Mətbəxinizə baxış keçirmək istəyirik. Bizdə obyektə sahibkar yoxdur burada. Sahibkar da olmadan bizim obyektə icazə vermirik heç kəsə. Mətbəxinizə baxa bilmərik. Xeyr, bu dəqiqə yox. Sahibkar yoxdur. Sahibkar olanda üstünə özü danışıb icazə verə bilər. Adınız, soyadınız? Ehtiyac yoxdur adımı neyiniz? Bunlar toyda istifadə olunacaq da. Axı bu üstü toz, pas nə gündədir bu? Bunun son istifadə tarixi, istehsal tarixi harasında yazılıb? Oradan verilmə bunu gətirirəm, olur mu? Dəyərli tamaşaçılar, turşuların üzərində heç birində nə istehsal tarixi, nə də son istifadə tarixi yoxdur. Baxın, görürsünüz, hətta biraz bulanıq formadadır bu. Görürsünüz, üstü də palçıq. Baxın, görürsünüz. Bilmirəm bu nədir artıq bunun içindəki, bilmirəm. Bax, Təbrik Şadlıq Sarayının, restoranın, baxın, mətbəxinə gedən vasitələr bunlardır. Sizin mətbəxinizə baxış keçirə bilərik. Sahibkar burada yoxdur, gəlsin sonra. Sahibkardan necə icazə alaq? Baxın, Real Şadlıq Sarayıdır. Real Şadlıq Sarayının məsul şəxslərdən biri, bax, bu cür aqressiya nümayiş elətdirdim və qapını üzümüzə bağladı. Yoxlama eləməyimizə icazə vermir. Yeməkləri və ya da hər hansı bir ləvazimatı saxlamaq üçün, qidaları saxlamaq üçün dolab, üfunət iyi. Dayanılacaq səviyyədə deyil. Bu nədir belə? Sigaret kötükləri qabların içində. Qida qalıqları. Baxın. Buzların saxlandığı dolab. Nə gündədir bu? Kartofu belə atıblar qaynamağa palçıqlı halda. Baxın içinə. Görün nə gündədir. Necə gəldi atıblar içinə. Toyuğu qoyublar. Kəfi çıxıb üstünə, baxan yox. Mətbəx niyə bu vəziyyətdədir? Bax, niyə bu vəziyyətdədir mətbəx? Mətbəx çox pis vəziyyətdədir. Orada kartof atmışsınız, kartof palçıqlı, orada toyuq qaynayır, kəfi alınmır, orada qablar bulaşıq vəziyyətdə, pis vəziyyətdə. Siz birlikdə baxaq kartofa. Baxın, siz bunu yaxınlarınıza yedirərsiniz və ya da özünüz yeyərsiniz. Bu vəziyyətdə. Görürsünüz nə gündədir ki? Kartuşka qabıqlıdır, qırışlarını qaynayır. Kartuşka qabıqlıdan yana kartuşka palçıqlıdır. Zirzibilin içindədir kartuşka. Kartof zirzibilin içindədir. Baxın, görürsünüz zirzibil damısı, palçıq, zirzibil. Şadlıq Sarayında, belə deyim də, toy eləyən bir, xeyir iş eləyən bir şəxs bu mətbəxə baxsa, eləyər sizcə? Siz özünüz, bəs bura nədir? Hadi moykada qarış mətbəx buradır, qardaş. Yox, bura olsun, lap təmizlik yeri olsun, lap mətbəx olmasın, dediyiniz kimi, o sizin dilinizə desə moyka olsun. Aha. Moyka zirzibilin qabı gəlir. Sən deməli, zirzibil ol. Mətbəx buradır. Sən buranı seç, qardaş. Sertifikatınız var, görə bilərik. Burada da heç yaxşı vəziyyət yoxdur. Baxın, antisanitar vəziyyət burada da hökm sürür. Moykada lap evimizdə qab yuyulursa, çişli qab yuyulur da moykada. Yox, bu vəziyyət olmamalıdır. Şadlıq evində bu vəziyyət olmalıdır. Qardaşım, üzr istəyirəm, mayonezli bir şeyi şallı mayonez deyil, bu pendirdir. Pendirin qabı deməsin, harda yuyulmalı, moykada Bəs demədiniz ki, siz oradır moyka, bura mətbəxdir. Buranın moykasıdır, bura aiddir. Onda deyin ki, qarışıqdır da, bir yerdədir vəziyyət. Baxın, bu nədir yaxşı? Bax, buranın vəziyyəti nədir? Görürsünüz, baxın. Toz, torpaq, o nədir, benzindir, nədir, neftdir. Neftdir. O yağ, neftdir, bu lazım olanda bu motorun yağı var. Bu da yaxşı vəziyyətdə deyil, çirkin pasın içindədir. Anladın?
Və ya da bu sertifikatınızı görə bilərik. Bax, bunların son istifadə tarixləri, istehsal tarixləri harda yazılıb? Və ya da mayonezin, bu qabların, nə bilim, harda var? Üstü bəzək 6 3 nöqtə. Yəni masalar təmiz vəziyyətdə, amma mətbəx pis gündə. Səlahiyyətli şəxslərdən, nümayəndələrdən, administratordan kimsə varsa gələ bilər, zəhmət olmasa. Nəyə görə? Biz mətbəxinizə baxış keçirmək istəyirdik. Yox. Necə? Yox. Yoxdur heç kim. Zəng eləmə şansınız var. Niyə? Yoxdur, icazə yoxdur. Nəsə gizlədirsiniz mətbəxdə? Gizlətmirsiniz, icazə yoxdur. Müdiriyyət gələr, sonra gələr. Müdiriyyətdən kimsə varsa zəng eləyək. Nömrə verin, biz zəng eləyək. Qardaş, mən verəmmərəm nömrəyə. Deməli, Qızıl Saray, Bəkir Çobanzadə küçəsində yerləşən Qızıl Saray, Şadlıq Sarayına gəldik, mətbəxinə baxış keçirmək istədik. Az öncə kadrlarda gördüyünüz şəxs bizə icazə vermədi mətbəxə girməyə və bildirir ki, rəhbər şəxslərdən heç kim yoxdur, zəng də eləyə bilmərəm. Maraqlıdır, Qızıl Saray mətbəxdə nə gizlədir? Boş kuxmaya baxmaqda məqsədimiz nə? Məqsədimiz zaten həmin mətbəxin hansı halda olduğunu ictimaiyyətə, cəmiyyətə göstərməkdir. Yox, bildim qardaş, yox, bildim. Rəhbərin qərar olmadı, mən sizə icazə İcazə ala bilərsiniz, rəhbərliyə bildirə bilərsiniz. əlaqə saxlayıb deyərəm sizə. Mən gözləyirəm. Okay. Grand Operadan da bizi mətbəxə buraxmadılar, Grand Operadan. Bilmirik mətbəxdə nə gizlədiblər, amma bizi içəri buraxmadılar. Və Grand Operada ictimai yoxlamadan kəsildi. Hal-hazırda heç kəs yoxdur, toyumuz yoxdur. Mətbəxə baxmaq olmaz. İcazə yoxdur. Rəhbərlik olsun ki, sən gedib bax. Rəhbərliyin əlaqə nömrəsi və s. Nömrələrinizi verin, biz sizlə əlaqə saxlayırıq. Nəsə saxlayırsınız, gizlədirsiniz, nəsə mətbəxdə. Nə gizlədir? Deyirsən, tutmuşsan ağzıma mikrofonu bayaqdan. Mən burada səlahiyyətli şəxs deyirəm. Deyirəm ki, rəhbərlik hal-hazırda yoxdur. Siz danışırsınız, amma səlahiyyətli şəxsin adı. Dedim, telefon, mikrofonu soxmusan ağzıma, deyirsən, sən danış. Ağzınızda deyil mikrofon, biraz kənarda. Baxın, bu şəxsin kim olduğunu bilmirik, aqressiyasını görürük. Deməli, bura Oskar Şadlıq Sarayıdır. Mətbəxdə nə gizlədirlər, yenə bilmirik. Bizi mətbəxə buraxmadılar. Ən yaxşısını ictimaiyyət qərar versin. Deməli, bildirdilər ki, rəhbər şəxslərdən heç kim burada yoxdur. Əlaqə nömrələri var, onlardan əlaqə saxlayın. Sosial şəbəkələrdə paylaşdıqları əlaqə nömrəsindən əlaqə saxlayaq. Görək, rəhbər şəxslərdən kim bizə cavab verəcək və bizə icazə veriləcəkmi mətbəxə girilməsinə? Baxın, görürsünüz, telefonumu üzümə bağlayırlar, yəni açmadan. Məşğuldur xət. Hər halda məlumat verdilər rəhbərliyə ki, bəs sizə zəng daxil olacaq, aman da, o zəngi birdən açarsınız. Beləliklə, ictimai yoxlama verilişimizdə Çobanzadədə yerləşən Oskar Şadlıq evi də imtahandan kəsildi. İndi başqa restorana gedirik. Biz də rəhbərlikdən soruşmuşuq, icazə yox çəkmişik. Bunu deyəndə niyə aqressiya nəyə ehtiyac var ki? Biz də bildirəcəyik ki, icazə verilmədi. Yox, bizə deyilmədi deyil. Deyildi ki, rəhbərlik gəlsin sonra. Ağsaray Şadlıq Sarayıdır. Bir qədər gözlətdilər, dedilər ki, rəhbərlik gəlsin, o icazə verəcək rəhbərlik mətbəxə girməyinizə və s. o gəlsin qərarı rəhbərlik versin. Ancaq 5-6 dəqiqə sonra nə fikirləşdilərsə artıq bilmirəm, qərar verdilər ki, mətbəxə baxmaq olmaz. Sual olunur, mətbəxdə nəsə gizlətmişsiniz? Elə bununla da ictimai yoxlama verilişindən, ictimai yoxlamadan Ağsaray Şadlıq Sarayı kəsildi.